2020-ci ildə 5 nəfər idisə, ötən il bu rəqəm 55, bu il isə 43 nəfər olub. Söhbət buraxılış imtahanlarında maksimum 300 balı toplayan abituriyentlərdən gedir. Son 2 ildir ki, maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb. Təhsilin keyfiyyəti yüksəlir, yoxsa suallar asanlaşır? Təhsil eksperti Sevinç Pürkeştasip deyir ki, son illərdə yüksək nəticə göstərənlərin sayı ona görə çoxdur ki, suallar asanlaşıb. Ötən illər keçirilmiş buraxılış imtahanlarının suallarına nəzər salındıqda, bəli, suallar arasında kəskin şəkildə asanlaşmanı aşkar edə bilirik. Yəni, bunu açıq-aydın şəkildə görə bilirik ki, sual modellərində asanlaşma var. Təhsil Nazirliyi hətta ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmişdir ki, buraxılış imtahanları həddindən artıq çətin salınır və bu çətinlik də valideynlər arasında, şagirdlər arasında, hətta müəllimlər arasında böyük narazılıqlara səbəb olurdu. Bu narazılıqları da nəzərə alaraq düşünürəm ki, Dövlət İmtahan Mərkəzi suallarda bir qədər yumşalmalar etmişdir. Bu səbəbdən də abituriyentlərin imtahan nəticələri maksimum nəticədə olması bu həddə gəlib çatmışdır. Ekspertin sözlərinə görə, uşaqların yaxşı nəticə göstərməsinin daha bir səbəbi də odur ki, hazırda repetitorlar tədris prosesində daha asan metodlara üstünlük verirlər. Repetitorlar artıq 5 ilə yaxındır ki, eyni proqram üzərində dəfələrlə işləyirlər. Proqramın salınmış mövzuların daha alternativ, daha asan yollarını abituriyentlərə, şagirdlərə öyrədirlər və bu səbəbdən də həmən şagirdlər, abituriyentlər artıq buraxılış imtahanında gedib maksimum nəticə, yəni yüksək nəticə göstərirlər. Kurslarda keçirilən sınaq imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlərə təqdim olunmuş buraxılış imtahanlarından qat-qat çətindir. Və bunu biz artıq gündəlik müşahidələrimizdə də açıq-aydın hiss edirik. Və hiss edirik və görürük. Görürük ki, biz şagirdlərə öyrətdiyimiz suallardan qat-qat asan suallar şagirdlərə imtahan vaxtı təqdim olunur. Qeyd edək ki, 2021 və 2022-ci illərin buraxılış imtahanlarının hərəsində cəmi 2 nəfər maksimum nəticə göstərib, 2023-cü ildə isə heç kim 300 balı toplaya bilməyib. Ülkər Qasımqızı, Vüsal Cəfərov, Xəzər xəbər.